Salam. MIG sertifikası üçün situational test situasiya suallarına baxaq. Bu MHM-dəndir. 20-ci suala baxırıq. You feel you are being unfairly criticized for negligence and feel you have every right to protest. You say. Siz hiss edirsiniz ki ədalətsiz şəkildə tənqid olunursunuz və siz öz haqlarınızı protest etməlisiniz. Deməli, variantlara baxırıq. A bəndinə baxırıq. You have no right to go shouting at people like that no matter what they have done. Sizin siz insanlara belə qışqırmağa haqqınız yoxdur. Vəziyyət nə olursa olsun, yəni no matter what, nə baş verirsin, siz belə qışqıra bilməzsiniz. Agreed, razıyam. Perhaps there is evidence of carelessness. Ola bilər ki, bir qayğısızlıq olub. But whose? Ancaq kimin? No one has a right to put the blame on me. Ancaq heç kimin mənim üzərimə günah qoymağa haqqı yoxdur. Baxın, blame on, məni günahlandırmağa haqqı yoxdur. Onunla işlənir. Cavabımız bir bəndə olacaq. Yenə də digər variantlara baxaq. If you carry out the instructions meticulously, there will be no problem. Əgər siz instruksiyanı ardıcıl şəkildə desəydiniz, heç bir problem olmazdı. Luckily, I foresaw the problem. If I hadn't, you would all be in danger of losing your jobs. Xoşbəxtlikdən mən problemi gördüm. Əgər mən görməsəydim, bu zaman hər şey təhlükə içərisində olardı və siz işinizi itirərdiniz. Let's stop accusing each other and get down to putting things right. Gəlin bir-birimizi günahlandırmayaq və hər şeyi yoluna qoyaq. Cavabımız bir bəndə. 21-ə baxırıq. Ted is thinking about buying your car. Ted sizin maşınınızı almağı düşünür. As he's an old friend, you want him to have the first option. O sizin köhnə dostunuz olduğu üçün siz ona ilk seçimi təklif etmək istəyirsiniz. But he's hesitating about it for 10 days or more and you are losing patience as you want to get transaction finished. Ancaq o, hesitating sözünə diqqət edin, tərəddüd etməkdir. Bir çox hallarda belə stress suallarında düşür bu söz. 10 gün və daha artıq tərəddüd edir və siz səbriniz itirirsiniz, to lose patience, səbr itirirsiniz və transactionları artıq geri istəmək istəyirsiniz, almaq istəyirsiniz. You tell him quite openly və siz ona tamamilə açıq şəkildə deyirsiniz. You really ought to get a driving license before thinking about buying a car. Sən həqiqətən də yaxşı olardı ki, sən sürücülük vəsiqəsi alardın maşın almamışdan əvvəl. I'd like you to have the car, but my financial position is such that I must let it go to the highest bidder. Mən sənə maşınımı satmaq istərdim, ancaq mənim maliyyə vəziyyətim elədir ki, mən sənə bunu daha yüksək qiymətlərə satmalıyam. Xeyr, my car really isn't in very good condition, so you'd probably be better to look elsewhere. Mənim maşınım daha yaxşı vəziyyətdə deyil və sən başqa maşınlara baxmalısan. There are several other people interested in buying my car, so please make up your mind about it by Thursday. Çox insan var ki, mənim maşınımla maraqlanır və sən zəhmət olmasa qərarını cümə axşamına qədər ver. Elə cavabımız D bəndə olacaq. You can borrow my car for a few days, but I have to get it back by the weekend. Niyə borrow desin ki, öz maşını borc versin ki, elə birbaşa ona vaxt qoymağa daha yaxşıdır ki, bu vaxt ərzində fikrini qətiləşdir və mən maşını başqasına da sata bilərəm. To make up your mind qərarını decide deməkdir, yəni qərar ver. Diqqətli olun bu belə birləşmələrə. 22-ci suala baxırıq. A friend of yours is under great pressure at work and the strain is showing. Baxın, under the great pressure, bu birləşməyə diqqət yetirin. Sizin dostunuz işdə çox təzyiq altındadır və strain elə təzyiq deməkdir, is showing və güc göstərir, daha doğrusu güc deməkdir. You really want to get him to relax for one evening at least.
Siz istəyirsiniz ki, həqiqətən də o yalnız ən azı bircə gecə dincəlsin. You fixed on evening out with mutual friends and asked him to join you. Siz qarşılıqlı dostlarla bir gecə təşkil edirsiniz və onu da o gecəyə dəvət edirsiniz, gəlməsini istəyirsiniz. You want the invitation to seem casual but be tempting, you say. Siz istəyirsiniz ki, bu invitation, dəvət casual olsun, yəni gündəlik olsun və siz onu ruhlandırırsınız. Tempt adətən iştaha gətirməkdir. Ümumiyyətlə, həvəsləndirirsiniz. Temptation mahnısı var idi. Araşın o sözünü yadınızda saxlaya bilərsiniz. It's time you widened your circle of friends. Yaxşı olar ki, sən öz dostlarını, dost əhatəni genişləndirəsən. Yox, burada dost əhatəni demir. Burada sizə deyir ki, siz ona kömək etmək istəyirsiniz ki, biraz fikri yayılsın. You really ought to meet these people that are in the same line of business as yourself. Yaxşı olar ki, sən bu insanlarla görüşəsən, çünki onlar səninlə eyni biznesdədir. Yox, axı, burada sadəcə olaraq köhnə dostlarla görüşməyini istəyir. How about joining us? Bizə qoşulmağa nə deyirsən? It's all people you know, so you can relax and be yourself. Bu hamısı sən tanıdığın insanlardır və sən orada rahat ola bilərsən. I don't want to get there by myself. Won't you come with me? Mən ora tək getmək istəmirəm. Mənimlə gələrsən. Yox, you are on edge all the time. You must take a break or you'll get sick. You must come. Burada artıq direktiv var. Baxın, deyir ki, artıq hər şey tamam. Sən biraz dincəlməlisən, yoxsa xəstələnəcəksən. Birbaşa demək yaxşı deyil axı. Deyir ki, elə dəvət etməlidir ki, bu casual səslənsin və o bu təklifə yox deyə bilməsin. 23-ə baxırıq. Your best friend Norma has bought a new purse. Sənin yeni dostun Norma yeni bir purse alıb. Purse, wallet. It is aslında içində söz saxlayın. Kaşlok diye alıb və she's showed it you and you look it very much. O sizə bunu göstərdi və siz onu çox xoşladınız. Moreover, you've learned that she paid next to nothing for it. O buna heç elə yəni gücü pul ödəməyib. You want to buy the same purse as hers və siz onunla eyni cüzdan pulqabını almaq istəyirsiniz. You say to her və siz ona deyirsiniz. Where can I get the same purse for free? Mən bu purse-dən yenə pulsuz hardan əldə edə bilərəm? Yox, niyə direkt deyirsiniz ki? You know my financial situation. Could you help me a little? Sən mənim maliyyə vəziyyətimi bilirsən. Mənə kömək edə bilərsənmi biraz? Yox. Also, it is inexpensive. I didn't like its color. Baxmayaraq ki, o ucuzdur və mən onun rəngini sevmərəm. Axı, xoşlayıbsınız, niyə elə deyəsiniz ki? You must have got a budget. I want a purse as cheap as yours. Where did you buy it? Bu daha yaxşı səslərdə. Mən sənin pulqabından istəyirəm, sən bunu hardan alıbsan, mənə kömək edə bilərsənmi? Bu daha nəzakətli səslər. I'd like to have one, but they are very expensive. Mən də ondan istəyirəm, ancaq o çox bahadır. 24-ə baxırıq. In a large department store, one of the assistants has really been very rude to an old lady. Böyük bir ünvanda ünvanın assistantı yaşlı bir qadınla həqiqətən kobud rəftar edir. The old lady was slow to make up her mind about what she wanted and in fact seemed rather confused altogether, especially about how much she could afford to pay. Yaşlı qadın çox yavaş qərar verdiyi üçün make-up mind, baxın, yeni də qabağımıza çıxır bu birləşmələrə diqqətli olun ki, asanlıqla yaza bilərsiniz situasiya suallarını. Deməli, çətin qərar verirdi istədiyi barəsində və o confused, çaş-baş qalmışdı. Niyə? Çünki could afford, çünki maddi vəziyyəti, nəyəsə maddi pulun çatmırsa, bu zaman could afford, can afford deyirlər. I can't afford it, mən buna gücüm çatmaz mənasında. Deməli, pulu çatmadığı üçün o tərəddüd edirdi. After she has gone, you turn to the assistant and hoping to change her attitude, she.
və o getdikdən sonra siz köməkçiyə, asistana çevrilirsiniz və onun öz attitude-unu, münasibətini dəyişdiyini ümid edirsiniz və deyirsiniz. Your job is harder than I expected. Sizin işiniz mənim gözlədiyimdən də çətindir. That wasn't well. Bu yaxşı olmadı. Remember, we shall all be old one day. You too. Bu daha yaxşıdır. Bu heç də yaxşı olmadı. Yadda saxla ki, biz də bir gün qocalacağız və sən də. Old people should find someone to do their shopping for them. Yaşlı insanlar özlərinə bazarlıq etmək üçün kimisə tapmalıdırlar. I shall report the whole incident to the manager and it will serve you right if you lose your job. Və mən hər şeyi menecerə deyəcəm bu insident haqqında və bu sənin işini itirməyinə səbəb olacaq. Niyə belə danışsın ki? You handled the matter well. Sən işi yaxşı əl aldın. These old people try one's patience to the limit. Bu yaşlı insanlar insanlara səbir limitli olmalıdır. Yox, niyə ki? Yaşlı insanlara həmişə hörmət etməliyik. Ona görə bu cavab da səhvdir. 25'e baxırıq. A friend is worried about his son because he's been getting really poor marks at school. Sizin dostunuzun dostunuz oğlunun qiymətləri haqqında çox narahatdır. Your friend's manner is rather too authoritarian and you think he's being too hard on the boy. Və sizin dostunuzun münasibəti çox amiranədir və siz düşünürsünüz ki, bu oğlan üçün çox çətindir. Rather tentatively you say və siz daha yaxşı ki, deyirsiniz, nə deyirsiniz? What are his friends like? Onun dostları nəyə oxşuyur? Has a bad influence on him? Onun dostlarının onun üzərində pis influensı varmı, təsiri varmı? It is serious. Bu çox ciddidir. You'll have to make him work harder. Sən yaxşı olar ki, onu daha da çox işlədəsən, yox. Perhaps you're putting too much pressure on him. He is just at the age reacts badly to pressure. Ola bilər ki, sən öz oğlunu çox üzərinə düşürsən və o elə bir yaşdadır ki, bu təzyiqə pis cavab verə bilər. Belə cavabımız C bəndə olar. Don't change your attitude. Münasibətini dəyişmə. He'll give in. Yox, münasibətini dəyişmə olaraq deyir ki, sizin dostunuzun belə münasibətdə olmanını istəmirsiniz. He must be made to see reason. O səbəbi görməlidir, yox. 26'ya baxırıq. Situasiya suallarına diqqətli olun ümumiyyətlə. Baxın, bu sonuncu oxuduğum situasiya testi mənim yadımdadır ki, haradasa qarşıma çıxmışdı. Bəlkə də elə qəbulda olub, miqdə və yaxud da sertifikasiyada xatırlamıram, dəqiq səhv edərəm. Amma 25-ci sualı mən dəqiq görmüşəm imtahanda. Yəni kitablarda, hansı kitabda situasiya testi varsa onları çalışın, çox işləyin ki, birə-bir situasiya testi düşür. Olduğu kimi düşür çox vaxt. You've got a new job. You need this job very much because you've been looking for it for a few months. Siz yeni bir işe giripsiz və siz düşünürsünüz ki, bir neçə aydır ki, bu işi axtarırsınız. On your first day you are late for work. İlk iş günündə siz işe gecikirsiniz. Rather apprehensive about siz bunu başa düşərək you say to your boss və siz öz bossunuza deyirsiniz. Baxın, bu 26. sual var idi Time kitabında. Time 2025'də var bu sual. Deməli, səhv etmirəmsə birdən yanlış olar. I'm sorry for coming late. Mən gec gəldiyim üçün üzr istəyirəm. I really feel that I may create a bad impression by this. Mən sizdə pis təəssürat yaratmaqdan qorxuram. Elə cavabımız A bəndə olar. Bəzən mən testlərdə, bu testi qısa bir test şəklində, qısa video şəklində paylaşmışım. Mən bəzən videolarda A, B, C, D deyə deyirəm. A hərfini səhvən I hərfi ilə qarşı salırlar və şərhlərdə yazmışlar ki, cavab niyə A olmur? Və cavab A idi. Sadəcə olaraq A hərfləri mən ingiliscə deyirəm, ona görə diqqətli olun.
I'm absolutely overjoyed to have come so late. Mən çox gecikdiyim üçün həddindən artıq sevinirəm. I fear uneasy about what will happen to me now. Mən başa düşmürəm ki, mənə nə olub bu indi. Yox, cavablar olmaz. If you'll get angry with me because of my arriving late, I'd rather quit the job. Əgər mənə əsəbləşibsizsə gecikməyim üçün mən işimi tərk edə bilərəm. Niyə işini tərk etsin ki? I'm disappointed with my first day at work, so could you please excuse me? Mən çox ilk gün gecikdiyim üçün çox pisəm. Ona görə mənə təsəlli edin. Xeyr, 27-yə bax. You are a university student in genetic engineering faculty. Siz universitet tələbəsisiz. You really want to be a great scientist and have novel one day. Və siz həqiqətən böyük bir alim olmaq istəyirsiniz və bir gün Nobeli qazanmaq istəyirsiniz. When you get a rather low mark from one of your exams, your professor says that you can never fulfill your dream of being great scientist. Və siz bir dəfə imtahandan aşağı qiymət alırsınız və sizin nəyiniz, professorunuz deyir ki, siz heç vaxt dahi şair ola bilməzsiniz. Xəyallarınız, şair neymiş, dahi alim ola bilməzsiniz və xəyallarınızı yerinə yetirə bilməzsiniz. Fulfill yerinə yetirmək. You say to him determinedly və siz ona qəti şəkildə deyirsiniz. Nə deyirsiniz? I'm very set on becoming a great scientist and you can't change this. Mən böyük alim olacağım və siz bunu dəyişə bilməzsiniz. Yox, belə professorla danış olmayacaq. I've already make up my mind to leave the college, so don't worry. Mən qərar vermişəm ki, kolleci tərk edəcəm. Buna görə narahat olmayın. Yox. I'm determined to pursue this matter at all costs. Mən hər nə yolla olursa olsun bu məsələni izləyəcəm. Yəni qərarlıyam ki, öz arzularıma çatım. All costs, at all costs, diqqətli olun hər halda. I didn't know that my capacity was so insufficient. Mən düşünmürəm ki, mənim kapasitem bu qədər kifayət etməsin. You are right, I think I'd better give up dreams. Ola bilər ki, siz razısınız. Yaxşı olar ki, mən arzularımdan imtina edim. Xeyr. You are not all satisfied with the way your mobile phone has been serviced. Siz mobil telefonunuzun yaxşı servis olmadığını düşünürsünüz, ondan qane olmayıbsınız. Therefore you take it back to the repairman and say to him. Və ona görə siz onu geri qaytarırsınız bu repair edən adama və təmir edən adama və deyirsiniz. You won't quit a lot of money, but you do a good job. Sən kifayət qədər pul almayıbsan, amma yaxşı iş görübsən. Yox, axı, insufficient deyir. You are not all satisfied deyir. Yəni, sizi qane etməyib onu gördüyü iş. I'm certain you must have worked for a long time. It can easily be understood from your work. Ola bilsin, uzun müddət bu iş üzərində çalışdığınızı düşünürəm və bu sizin işinizdən görünür. Yox, axı, o deyir, satisfy olmayıb. You worked hard on my phone and I'm extremely content with it. Sən mənim telefonum üzərində çox çalışıbsan və mən bunu kontentdən görə bilirəm. Yox, I haven't had the chance to get my mobile phone serviced for a long while. Can you have a look at it tomorrow? Mən uzun müddətdir öz telefonumu servisə aparmıram. Sən buna bir gün baxa bilərsən, sabah baxa bilərsən mi? Yox. I must say I'd rather upset about the way my mobile phone has been performing since it was serviced by you. Please check it again. Mən demək istəyirəm ki, çox upset olmuşam, yəni alt-üst olmuşam. Siz mənim telefonumu yaxşı servis etməyibsiniz. Zəhmət olmasa onu bir də yoxlayın. Elə cavabımız bəndə. 29'a baxırıq. One of your favorite friends has just lost his job. Sizin dostlarınızdan biri genci işini itirib. And he doesn't have courage to apply for a new job. Və onun gücü yoxdur ki, yeni bir işə müraciət etsin. You want to encourage him and also want to give him same confidence to arrange some job interviews, you say. Və siz onu encourage edirsiniz, ruhlandırırsınız və ona güvən verirsiniz eyni interview için. The films are not looking for a candidate like you.
firmanın sənin kimi kandidatı yoxdur, yox. A lot of people have already made their interviews for good positions. I think insanların çoxu intervyunu yaxşı pozisiyalar üçün etməlidir, mən düşünürəm. While you are thinking here, the jobs wouldn't wait for you. Burada düşəndə işlər səni gözləməyəcək. You don't stand much a chance, but perhaps you can be accepted to a moderate job. Why don't you try it? Ola bilsin ki, sən daha yaxşı şansın var və daha orta bir işə qəbul olunarsan. Niyə bunu yoxlamırsan? Yox. It seems to me you've got many right qualifications. Mənə belə görünür ki, sənin çoxlu düzgün kvalifikasiyaların var. Yəni ixtisasın var. Why don't you apply for a job? Niyə yeni bir işə müraciət etmirsən? Even if you aren't accepted, there is no harm done. Qəbul olunmasan da ziyanı yoxdur. Cavabımız İbəndir. Çünki encourage etməlidir, onu ruhlandırmalıdır. Digər variantlarda ruhlandırma yoxdur. Birbaşa cavab var. 30'a baxaq. A friend of yours has been drinking heavily for a few years and clearly this is serious affecting his health. You want to warn him and say, dostlarınızdan biri çox içir, neçə illərdir və bu açıq-aydın onun sağlamlığına ziyan vurur və siz ona xəbərdarlıq etmək istəyirsiniz və deyirsiniz. Are you an alcoholic or what? Sən alkoqolsan və yaxud da başqa nəsə? Yox. Your health is swiftly deteriorating, thus you'd better give up alcohol. Sənin sağlamlığın tez-tez daha da pisləşir. Yaxşı olar ki, sən alkoholdan imtina edəsən. Bu daha yaxşıdır, daha nəzakətli səslənir. I presume it is only in critical periods you drink very much. Mən düşünürəm ki, bu çox kritik bir perioddur. Sən çox içirsən. Axı bu müəyyən bir periodda içmir. Tam içir axı. Çox içir. Bir neçə illərdir içir deyir. I don't understand why after all these years you drink so heavily. Mən başa düşmürəm ki, sən bu neçə illərdən sonra niyə çox içirsən? O axı deyir, bir neçə ildir ki, içir. I think you have psychological problems and this affects me in a bad way. Mən düşünürəm ki, sənin psixoloji problemlərin var və bu mənə pis təsir edir. Yox. Belə 10 dənə situasiya sualının izahını verdim. 20-dən 30-a qədər. Əgər ehtiyac olarsa şərhlərdə yazarsınız. İnşallah ki, bu belə tipli videoların davamını çəkərəm. Hansı mövzuya ehtiyacınız varsa yenə də yazın. Time kitabından olsun, MHM-dən olsun. İzahını verə bilərəm. Bəyəndisə like edib abunə olmağı unutmayın. Hələlik.